Baxın dostlar, gəlin sizə belə bir şey göstərim. Mənim normal velosipeddir bu. Amma indi bir şey var ki, bu velosipeddə əgər ki velosipediniz MTB deyilsə, yəni belə şeylə Santa Cruz kimi nə deyilsə, bununla belə nə belə velosipedlərdən belə bir yaşı arxası nədir və belə velosipedlərdən nədir, ümumiyyətlə akrobatik hərəkətlər eləməmənizi tövsiyə edirəm. Niyə deyim sizə? Çünki mən elədim, arxa kaliper laxlayır, ondan sonra bu təkər bu gövdədə buraya sürtür, ondan sonra bu velosipedin rol hissəsi burası xarab olub, yəni dağılıb deyəcəniz yüngülvari tərpənir. Üçüncüsü, qabaq tərəfdəki kaliper demək olar ki, yeyilir. Dördüncüsü də deyim sizə nətər, bu pedal hissəsi burası dağıla bilər. Məndə dağılmayıb, amma ki dağıla bilər. Dördüncüsü, bax buradakı plastik var idi, bu plastik qırıldı. Yəni sizə tövsiyəm, əgər ki velosipediniz MTB deyilsə, mənimki kimi belədirsə, xahiş edirəm nədir, belə akrobatik hərəkətlər ya da ki dağdan belə hoppanaraq düşməksə də eləmir. Bax biraz diqqətli baxın, elə bil ki, bax bura şeydir, nətər deyim sizə. Bura daralıb, burası genişdir, təkər bu tərəfə əyrilib, bax bura dağılıbdır. Mən belə hoppada dağıtmışam. İndi mənim də xəyalım var, mənim də ən böyük xəyalım MTB velosipedim olsun istəyərəm. İndi bizim də belə bir velosipedimiz var, bununla idarə edirik ki, yaxında bunu aparacam üstəyə, yığdıracam bunu təzədən. Və onu da deyim ki, qabaq təkərim mənim partlayıbdır deyə, bu iki dənə toba velosipedi var idi. O biri velosipedimdən o biri velosipeddən götürüb taxtam təkərdi. Yəni bu velosipedin öz təkəri deyil, başqa bir velosipedin təkəridir. Yəni sizə tövsiyəm, əgər ki velosipediniz MTB deyilsə, mənim elədiklərimi eləməyin, çünki sonra axırı belə olur. Arxa təkər, dağ təkəri, qabaq təkər, yol təkəri. İndi gələsən indi buradan düz çıxar da indi. Ümumiyyətlə arxa dağılıb, təkər üstü. Təkərin anasını var, anasını dağıtmışam mən, anası yoxdur təkərin. Bunun qısası odur ki, velosipediniz MTB deyilsə, dağdan hoppanaraq, akrobatik hərəkətlər eləməyin. Eləyəcəksinizsə də, eləyəcəyiniz o hərəkətlərə uyğun bir velosiped alın. Çünki belə normal şəhər içi olsun, yarı dağ, yarı torpaq olan velosipedlərdə alınmır belə şeylər. Videoyu bəyənməyi unutmayın, görüşərik, sağ olun.